Noyabrın sonundan əziyyətlərinin bəhrəsini alacaq bürclər kimlərdir? Noyabrın sonundan etibarən astroloji enerji yüngülləşir. Bir çox bürclər uzun müddətdir çəkdikləri əziyyətlərin bəhrəsini almağa başlayır. Xüsusilə 3 bürc üçün dönüş nöqtəsi daha güclüdür. 1. Oğlaq. Son aylardakı yorğunluq və çətinliklər artıq geridə qalır. Əmək, səbr və intizamın nəticələri görünməyə başlayır. Karyera və maddi sahədə yüksəliş dövrü açılır. Əlinizdə olan bir məsələ sizin xeyrinizə tamamlanacaq. 2. Əqrəb. Emosional yük azalır, həyatdakı düyünlər açılır. Noyabrın sonu, dekabrın əvvəli sizi uzun müddət gözlədiyiniz şansla qarşılaşdırır. Pul, müqavilə, borc, geri dönüş, alacağınız alınması kimi məsələlər həll olunur. Əziyyətimin bəhrəsi gəldi hissi güclənir. Şir, gecikən uğurlar sürətlə sizin tərəfinizə keçir. Yaradıcılıq, sevgi və şəxsi həyat sahəsində ciddi irəliləyiş var. Bir qapı bağlanır, amma daha böyüyü açılır. Köhnə mübarizələr artıq nəticə verir.